Herkese selam. Bugün sizinle birlikte What you wearing'deki lingerie context misalını işleyəcəyik. Başlayalım. Look at the examples in the chart. Complete the sentence from Nick's and Jordan's chat. Aşağıdaki numaraya baxın və buradakı cümlələri Nick və Jordan danışığından həll edin. Gördüğünüz gibi present progressive, yani indiki devam edici zaman var. İndiki devam edici zaman inklərlə işlənir. Yani bu hal, yani bu zaman indi hal-hazırda devam edir. Yani indi baş verir. Gəlin keçək qaydanın izahına. Present progressive, indiki devam edici zaman. İndiki devam edici zamanda I am'lə, he, she, it, is'lə, they, we, you, are-la işlənir. İndiki devam edici zamanın göstəriciləri. İndiki devam edici göstəriciləri now, today, at the moment, right now, still, at the present. Yəni bu cümlələrdə bu sözlər olan cümlələr böyük ehtimalla indiki devam edici aiddir. Əgər başlanğıcda look, listen, be quick cümlələr varsa, yəni əmr cümləsi formasında, onlar da indiki devam edici cümləyə aid ola bilər. Gəlin bir neçə example, yəni nümunə yazaq. Məsələn üçün, I am playing now. Mən indi oynayıram. I am playing a game now. Mən indi bir oyun oynayıram. Məsələn, sonra yazı bilərik ki, he is wearing a jacket. O bir jaket giyinir. Və yazı bilərik ki, we are looking for someone. Biz kimsəyi axtarırıq, yəni kimsə üçün baxırıq. Kimsə axtarırıq, yazı bilərik. Sonra sual cümləyə keçək. Məsələ üçün, am I playing a game now? Mən hal-hazırda bir oyun oynayıram. Gördüyünüz kimi sual cümlələrində am qabağa keçdi. Məsələn, bir dənə daha nümunə yazaq. Are we are looking for someone? Biz kiminsə üçün mü baxırıq? Yəni kimsə axtarırıq mı? İndi isə gəlin imkanları yazaq. Məsəl üçün, I am not playing a game now. Mən hal-hazırda, yəni indi bu saniyələrdə oyun oynamıram. Sonra yaza bilərik. We are not looking for someone. Biz kiminsə üçün baxmırıq. Yəni biz heç kimsəyi axtarmırıq. Yaza bilərik. Gördüyünüz kimi asan bir qaydadır. Əgər I varsa am, he, she, it varsa is, they, we, you varsa are istifadə olunacaq. Buradakı gördüyünüz zaman göstəricilər varsa indiki davam edicidir. Əgər başlıqda bu cümlələrdən varsa, burada indiki davam edicidir. Gəlin bu cümlələrə aid bir nümunədə yazaq.
Məsəl üçün listen we are looking for someone. Bir də cümlələr də yazıla bilər. Əgər başda bu sözlərdən gəlsə, bu indiki davam edici zamana aid ola bilər. İndi qaydaq dərsimizə. Baxaq. Ən birinci negativləri, yəni əks, yəni inkarlara baxaq. I am not looking at my clothes. Mən geyimlərimə baxmıram. You are not wearing your sneakers. Sən sport, yəni idman ayaqqabılarını giyməyəcəksən. We are not buying pants. Biz şalvar almayacağıq. They are not buying the same one. Onlar eynisini almayacaq. İndi baxaq. I am looking at my clothes. Mən paltarlarıma, yəni geyimlərimə baxıram. You are wearing your blue shoes. Sən mavi ayaqqabılarını geyinirsən. We are buying pants. Biz şalvarları alırıq. They are buying the same one. Onlar ikisi eyni paltarı, yəni eyni şeyi alır. He is not getting a shirt. O köynək almayacaq. Bu düzgün variantı olacaq ki, is getting a shirt. Bunu belə yazacağıq. She is not getting a sweatshirt. She is getting a sweatshirt. It is not closing off. Burada isi bir sözün vacih verməyiblər. Closing olacaq. Gördüyünüz kimi bu qədər asandır. Yəni əgər inkarda belə, düzgün formada belə olacaq. İndi keçək. İlk öncə bura baxaq. Look, nəsihət elə. Use wear with clothes. Geyimlərlə wear, yəni geyinmək sözünü istifadə et. I am wearing black shoes. Mən qara ayaqqabılar geyinirəm. She is wearing new pants. O, yəni qız mənasında yeni şalvar geyinir. Yəni wearing, yəni geyinmək ancaq paltarlarla istifadə olunur. İndi yəni ikinciyə keçək. Use the words to make sentence. Sözləri istifadə edərək cümlələr qurun. Burada gördüyünüz kimi bizə bu işarə verib. Bu işarə yəni cümlətin müsbət, yəni əks mənada olmadığı, inkarda olmadığı bildirilir. Gəlin baxaq. Burada gördüyünüz kimi müsbət mənadadır. Mark blue shorts. Burada yuxarıdakı nümunədən başa düşərək yaza bilərik ki, Mark is wearing blue shorts. Mark mavi ayaqqabılarını geyinir. He is not wearing, yəni o geyinmir. Black shorts. O qara şortlarını yəni geyinmir. Üçüncüdə isə gördüyünüz kimi inkarlıq verilir. Onun üçün cümləyi inkarda yazılır. Ingrid is not wearing red t-shirt. Ingrid qara t-shirtunu, qırmızı t-shirtunu geyinmir. She is wearing red shirt. O qara köynəyini geyinəcək. Emil blue jeans. Gördüyünüz kimi bu cümlədə inkarlıqdadır. Emil is bizə burada Emil is not wearing'dən
Emil isimdən fərqi yoxdur. Yəni o cürdə yaza bilərsiniz, bu cürdə. İki cürdə düzgün sayılır. He is wearing white jeans. Emil ağ cinsini deyil. Emil mavi cinsini deyil, ağ cinsini giyinir. 5-ci. Anna ağ itma ayaqqabıları. Gördüyünüz kimi bu inkarlıqda deyil. Onun üçün belə yazacağıq. Anna is wearing white sneakers. Anna ağ itma ayaqqabılarını giyinir. She is not wearing black shorts. O qara ayaqqabılarını geyinmir. İndi gəlin üçüncüyə keçək. Üçüncüdə bizə deyir ki, Nick and Jordan at Jackson's party. Nick and Jordan Jackson partisindədir. What are they wearing? Onlar nə geyinir? Cümlə qurun. Gəlin başlayaq. Ən birinci Nick'e baxaq. Gördüyünüz kimi Nick qara bir jaket, qəhvəyi şalvar və idman ayaqqabıları geyinir. Gəlin bunu yazaq. Nick is wearing a black jacket, brown pants and sneakers. Gördüğünüz kimi Nick qara jaket, qəhvəyi şalvar və idman ayaqqabıları geyinir. İndi isə keçək Jordan'a. Jordan mavi bir tişört, cins və qri bir cins və mavi rəngdə ayaqqabılar geyinir. Yazaq. Jordan is wearing a t-shirt, jeans and blue shorts. Hələlik bu qədər. Gələcək dərslərimizdə görüşmək arzusu ilə görüşərik.